Şərur rayon mərkəzi kitabxanasındayıq. Bura mənə o qədər doğmadır ki, dilimizdən düşmür. Nə Aynur ananın, nə mənim. Bu dəfə bu doğma məkana Qusar şəhidimiz antiterror əməliyyatlar zamanı şəhadətə ucalmış Oleg Cəfərovun xatirəsinə yazdığım Şahin Gözü Sınaqlı kitabını gətirmişəm. Olegimiz də yanaşı bu kitabda həm də başqa şəhidlərimiz yer alıb. Əsas da Qusar şəhidləri yer alıb. Və bu kitabın sayəsində Qusardan olan şəhidlərimiz də tanınacaq inşallah. Burada bir qəhrəmanın daha var, fərdi kitab. Göyçay şəhidimiz, iki bacının tək qardaşı, Elnurumuzun xatirəsinə yazdığım kitabdır. Elnur Əliyevimizin anasının, atasının səhhətində problem olduğu üçün gələ bilmədi. Amma bir ananın, bir atanın qəlbini sizin sayənizdə şad eləmiş olub, sevindirmiş olacaq. Naxçıvanda da tanısınlar istəyirəm qəhrəmanımı. Və Qəhrəman Analar kitabı sabah Naxçıvanda təqdimatı olacaq kitabımız. Burada ilindən, döyüşündən asılı olmayaraq müxtəlif bölgələrdən şəhid ailələri yer alıb. Əsas da qəhrəman analarımızın xatirələrində yer alan övladları. Və növbəti kitabımda antiterror şəhidləri. 2023-cü il antiterror əməliyyatlarında şəhadətə ucalmış 56 şəhidimiz var bu kitabda. Onlardan 3-ü Naxçıvan, 4-ü hətta Naxçıvan şəhidimizdir. Elçinimiz, Elcanımız, İbrahimimiz, bir də Vaqifimiz. Onlar Naxçıvan şəhidləridir. Qalan kitablarımız zaten sizə doğmalaşır. Keçən dəfə gələndə hədiyyə vermişdim və eşitdiyimə görə də tələbat böyükdür. Gəlib maraqlanırlar, oxuyurlar. Nə xoş mənə, çəkdiyim əziyyətlərə dəyir, çox şükürlər olsun. Sizə də təşəkkür edirəm ki, kitablarım etibarlı əllərdədir. Həqiqətən də hətta biraz haşiyədən kənara çıxım. Hərdən deyirlər ki, niyə şəhərin mərkəzində olan kitabxanalara vermirsiniz ya da başqa mədəniyyət ocağına niyə aparıb vermirsiniz? Kitab ona dəyər verən əllərdə dəyərli olur. Mən dəyəri sizdə gördüm həqiqətən. Gəldiyim ilk vaxtdan sevgi ilə qarşıladınız, hörmətlə qarşıladınız. Məndən qabaq kitablarınıza baxsınız. Mənim kitablarıma dəyər verən insanlar da mənim üçün dəyərlidir. Allah sizlərdən razı olsun, bütün kollektivimizdən razı olsun. Arxayla gözüm arxada deyil. Bilirəm ki, mənim vaxtım üçün baxırsınız. Çox sağ olun. Əsas Aynur anamız sağ olsun, elçinimizin əmanəti. Onun sayəsində biz bir-birimizi tapdıq. Onun sayəsində Naxçıvanda hər gün yeni bir şəhid tanıyıram. Hər gün yeni bir şəhid haqqında öyrənirəm. Və elçinimizin ruhu şad olsun ki, elə bir qəhrəman özündən sonra anasına bəlkə də ağır bir missiyadır, amma möhtəşəm gəlir öhdəsindən. Həm oğlunu tanıdır, həm də oğlu yayınlaşı digər şəhidləri də tanıdır. Allah uzun ömür üçün sağlığı versin. Başımızdan əksik olma inşallah.